Bugünkü dərsimiz olacaq, yeni mövzuya giririk. Hypothesis testing, bir də classification deyə. Orada biz görəcəyik bəzi tree-based modellər, regression, classification type modellər, sonra pruning falan belə şeylər. Niyə görə? Bu hissə sırf biz işləyəndə daha çox regression type modellər gördük son zamanlar, əgər istəyədi sözünüzsə. Regression modelləri çox işləyən modellərdir, amma ən sonunda classification modelləri də eyni qədər əhəmiyyət kəsb edir. Biraz daha fərqli yanaşma tərzidir əslində qalsa classification modelləri. Özləri öz aralarında bölünmə tərzlərinə baxsaq, biz nələr görəcəyik? Deməli, logistik regression məsələləri də var ki, onun classification type çevirmələri, spamlərdir, e-maillər, yəni belə e-mail spamləri falan belə şeylər. Gəl başlayaq, özümüz yavaş zamanda görəcəyik nə olduğunu tam olaraq. Deməli, birinci biz hardan başlayırıq? Probability haqqında müəyyən bir məlumatımız var bizim, deyə düşünürəm. Görə bilirsiniz, yoxsa? Görürsən, maksimum deyəsən bunu aldım. Olur, biraz da. Deməli, probability nədir? Probability chance and likelihood-dur. Chance and likelihood deyə. Yəni, bir şeyin baş vermə olasılığı deyək də, türlər demişkən, sıfırdan bir aradan gelib gəlir. So, probability distribution is a total listing of various values. A random variable can take along with the corresponding probability of each value. It can be broadly classified as. Neyse, ümumiyyətlə distribution'a iki işlər bölünür. Discrete probability distributionlar, continuous probability distributionları. Discrete nədir? Classification onlara girir də, discrete type'dir, yəni. Olmama, yes, no, A, B, C'dir, belə şeylər. Continuous'dakı artıq numerical'a girir, yəni probabilitylər. Discrete probability distributionlar binomial distribution'dur. Niyə binomial distribution? Chance of bir şey olub və olmamağa yadınıza gəlir. Burada yazılmışdı. The two mutually exclusive outcome. Pass fail. Bilirsiniz, buradan gəlir. Poisson distribution'dur. Poisson distribution yadınıza gəlir. Öyrənmişdik ilk dərslərimizdə. The frequency distribution of a random event happening. Sən toss edirdi, 15 də toss edir falan belə. O məsələ. Neçə faiz probability onun olması. Binomial distribution'dur. Bernoulli distribution has only two possible outcomes, namely success and failure, or significant. Bu var idi, görmüşdük biz. Bir də continuous'dakı normal distribution'ın continuous idi. Var idi bizdə mean-dən variance-ın aralarında olan. O. Çox dərin gitməyəcəm ki, əhəmiyyət keçməm. Sadəcə yadına salmağa çalışıram ki, bunlar vardı, biz görmüşdük o vaxtı. So, conditional probability var. Conditional probability yadınıza gəlir. Bir şeyin olmasının o başqa şeydən asılılar. Deyək ki, conditional probability is a probability of an event occurring which will be dependent on the occurrence of another event. Öyle bir şeyler. The two events will be dependent on each other. Will be dependent on each other. Bir şeyin olmasının bir şeyin alakası var. It's represented as BA deməkdir. Yəni ki, possibility of B-nin olmaq possibility A-nı diqqətə alaraq, nəzərə alaraqdır. Nəmi? Aynən B-nin gəlişməsi bölünsün probability of A. Where B is a condition probability of event B occurring given that event A has already occurred. B-nin olması probability hansı A ucu olubdur yəni. Is a probability of event A and B occur simultaneously. Yəni ikisi də eyni vaxtda baş veribdir. Bir şey daxil, birləşmə daxil ki, bu işlərə var belə. O birləşmədir. P is a probability of event A occurring. Condition probability example, out of pack of 52 cards, bir dənə packdə 52 dənə kart var da. If you randomly select a card, it's a black card. Probability of card spread is 13-26'dır. Yəni qaran space-in olmağı
13/26 qədər, yəni 2-də 1 qədərdir. Və A-nın B-nin kəsişməsi 13/52-dir. Niyə? Çünki 52 nəyə görədir? 52 ümumi hamısında, yəni P-dəki neçədə 26/52-dir. A-nın olması, A nədir? A-dakı ümumiyyətlə şeyin olması da ümumi kart, B kartı, black kartda olması yarıdır, yarısı qırmızıdır. Nəsə bu yəni girmir. Yəni modellərdə condition probability nədir yəni? Şöyle definitionlar var. Definitionlar nədir? Important before the subject of statistical inference, the probability distribution, several important concepts. The population. Population nə olduğunu təxminən biz bilirik də. Bunun hamısı oxuya gedəcək, çünki why not da həm izah edərik. A population is the largest possible collection of items, animate or animate, inanimate, with a set of common characteristics. Size of population is denoted by N, capital N. Bax, N gördüyündə bu population'dır. Balaca N gördüyündə onun şeydir, sample'ıdır. N may be defined or infinite. The set of common characteristics define a population. Neyse, demək istəyir budur ki, population nədir? Bizim ümumi ən böyük qrupumuz budur. Ən böyük qrup. Hansı bir-birindən eyni xüsusiyyətlər şeydir də. İnsan, Azərbaycan məsələn əhalisi. Və ya ki, Azərbaycan başqa daxil şeyi, deyək bizim population'ımız şey ola bilər. Sırf bank sektorunda işləyən insanlar. Amma bütün bank sektorunda. Və ya ki, Bakı şəhərində yaşayan bütün insanlar. Sonra onun hissələri bilə bilər, sonra da sample'lar bilir. Belə bir şey. For example, population of India citizens is different from the population of residents of India. Bilir, population of Indian citizen, yəni bütün Hindistan şeydə əhalisi. Population of resident, yəni qalan vətən. Sən çünki pasport doldura bilərəm, məsələn, mən Azərbaycan vətəndaşı ola bilərəm, amma ki, xaricdə yaşaya bilərəm də. Mənim rezidensim Azərbaycan olmayacaq, hansı ölkədən olacaq. Amma yenə də population olaraq Azərbaycan population'a girir. Bu da Hindistan yox. Not all Indian citizens may be residing in India. Similarly, not all residents in India are Indian citizens. These two groups have a significant overlap, but they are not identical. Yəni, üstə düşür, oxşarlıqlar çoxdur. Amma eyni şey demək deyil də bu. Yəni ki, çox insan Azərbaycan vətəndaşı Azərbaycanda yaşayır. Amma %100 bir şey də yoxdur. Azərbaycanda yaşayan hamısı Azərbaycanlı deyil. In both cases, population size is very large, but they are not infinite. Yəni, N population həmişə bir şey var. Müəyyən infinite deyil, infinite rəqəm deyil də, yəni bir N nöqtəsi var da, sonsuz deyil. Now consider the population of all electric bulbs ever produced and will ever be produced. Bulbs nədir? Lamışqa. Bilir. Yəni bütün lamışqalar hansı şey indən kimi həll olubdur və indən sonra qədər olacaq da. Bilirsiniz, belə bir şey hər dünyada. This population is truly infinite. Yəni gələcəkdə o qədər olacaq ki, yəni bilməm nə qədər olacaq da, sonsuz qədər. Similarly, we can define population of I, all current clients of RTL, population of all current clients of John. Bunlar bura girmək, ümumiyyətlə nə məsələyiz burada? Population sonlu bir value'dur, son olan bir value'dur. Amma bəzi case'lərdə o sonsuz görünə bilər, amma sonsuz da sonlu eləmək olur, yəni bir mənada. Onu dəyərləndirə bilərik sonra. Onun biri olacaq. A sample is a subset of population. Biz də bunu da bilirik də, sample nə olduğunu bilirik. Donated by small n. Okay? Deyir ki, sample may or may not be random sample. Da bilirik də, biz olabiləcək ancaq hissələr sıralamaya bölüb, orada elə hissələr bölüb. Sıralama deyək ki, böyükdən balaca ardıcılıqla qoyub, sonra da kəsirik də belə 5 hissə, 10 hissə, 20 hissə bölürük datanı. O da ola bilər. Amma random seçə bilərik də belə. Bilirsiniz, indekslər fərqli ola bilər. Random sample. Random sample nə olduğunu hamımız bilir, mən elə düşünürəm. Random sample nədir? Random selected subset of the whole population. Okay? Subset of the whole population. Deməli, random sample nədir? Hər birinin seçilməsinin eyni qədər ehtimalı var. Yəni, 15 dənə varsa bizim populationumuzda, 3 dənə seçilirsə, hər seçdiyimiz eyni qədər, yəni 1/15 qədər probability'si var. Dəyişməyən.
Okay. Ondan sonra consider the population of all engineers college graduates in India. Population parameter. Population parameter nədir? Population is determined by its parameters. Population parameters are constant. For example, mean, standard deviation vesaire. Bir pasif şeydir. Mean, standard deviation falan bunlar population parameterleri. A normal distribution is determined by its mu and the variance standard deviation. Okay. Variance da bilir, mean də bilir. Mean nədir? Mean'i mu üçün göstərir. Bax, bu bizim meanimiz olur. Bu şeylər. Buradakı variansımız olur. Görmüşük də bunu dəfələrlə. If those two parameters are known, then all information about this population is completely known. Yəni bizim meanimiz də, variansımız da bəllidirsə, population nə olduğunu biliriz. Okay. Binomial distribution is determined by its success proportions P. Population parameters are typically denoted by Greek alphabets. Neyse, başlayalım. Yani buraya yazılır da, bildiğin binomial distribution, population, probability of something happening. Okay. Sample statistics. A statistic is a quantity derived from the sample. Sample statistics are denoted by Roman alphabet. Sample mean is statistic related. Okay. Neyse. Ve indi burada sample mean'de sample variance var. Okay. Sample biz bilirik də. Sample mean nə deməkdir? Ortalama, sample'ın ortalaması. Population ortalaması yox, sample'ın ortalaması. Onu belə göstərilir. X üstündə düz xətlə. Bu mean'dir. Medianda X üstündə dalğalı xətlə. Okay, bunu belə yazalım. Bu statistika tərəfindən qəbul olmuş bir common writing'dir. Bilirsiniz? Bax, mean, düz xət, median, dalğalı xət. Sample standard deviation is denoted by S. Sample. Bak bugün bu population'ında. Bu population'ında. Değil bu. Bilir. Bu sample'ında. Sample'ınca S ile gösterilir. ACS. Okay. The value of the sample statistics depends on the sample. Since from the same population, more than one random sample its size may be taken, the numerical value of the sample statistics will vary. Neyse. Yəni demək istəyir budur ki, ümumiyyətlə minimum bir dənə düşməlidir hər sample'a. Population'a minimum bir dənə seçməlidir, sample olsun da. Yəni 0 olsa sample 0 demək 0'dır, sample yoxdur da. Let's consider the illustrative sample. The problem of statistical inference comprises of gathering knowledge from a population through a random sample. Since the population is completely known through its parameters, the problem of statistical inference reduces to existing population parameter. Neyse, şuraya bakmayın. Deyir ki, bizim population'ımız budur. N bərabər 5. Yəni bizim 5 tane rəqəmdən ibarət population'ımız var. Population ortalaması da 4800. Niyə? Çünki bunu toplayırlar 5'e bölürlər. Mesela birinci sample'ımız bu üçün götürmüşük. Bak random sample'da. 8 hesap bərabərəcə 4'dür. 12 bölünsün 3. Okay. Buna hesap lazım demək x üstündə düz xəyat bərabərdə 4'dür. İkinci sample'ımızdaki buradadır. 3, 4, 9'dur. Hesap bərabərəcə 5, 3'dür. Nəslən də bu, anladınız nə demək istədiyim burada. Niyə bunlar deyirik? Çünki çox görəcəyik sample, bu ilə falan bir şeylər. Ya da yəni prosto anlayışımız olsun diye. Hypothesis testing. Nədir? Let's start with an example. Suppose you went to a supermarket to buy a package of juice. 500 gramlıq nə juice almaq istəyir bir şey. After reaching home, you realize the weight in the juice seems to be in a lesser side. Yəni ki, az demişlər, yəni yarım kilonu hissələnmirsən. You measured it and found out the juice has only 478 mg. 22 gram atışdırıblar. Çox marketlər edir, şeylər edir, bizneslər edir bu arada. Then you search on the internet and found out that the company claims to have 490 mg juice in a box with 10 mg of standard deviation. Yəni ki, ortalama şeydir, yəni ki, ortalaması deyir ki 490 olur.
on the variation. Yani 500 ilə 480 arası olmalı. Belə bir şey. But in your pack, the juice quantity has quite less than that. Now you want to know if this just happened by chance or the company claims it wrong. Yəni şirkət atır, yoxsa prosten olsa da ola bilər bəzi case'də. Now to formulate your hypothesis, you collected a sample of 40 juice packets and found that the mean amount of juice from this sample is 485 mg and the sample standard deviation is 8 mg. Yəni deyək getmişəm 40 dənə aldım ondan. Hesabladım görürəm ki, ortalamam 485-dir, standard deviation da 8-dir. Gəb 40 dənədən. To verify this, you assume that it just happened by chance or average juice is less than 490 mg. Okay, ortalama göstərsəm. Yəni demək istəyir ki, mən baxmaq istəyirəm ki, görüm ümumiyyətlə şeydir. Mən bu sən birinci baxdığım şeydən 479 tap, 78 tapmışdı axı. Deyək gör, şans olub, yoxsa ortalamasında sıxıntı var. Bildiniz? Yəni ortalama 490 deyil, şirkət. This assumption you have made is called null hypothesis. Danışmışdıq bunun haqqında. Bir şey çünki oldu, budur deyirsən, sonra tam tərsini düşünürsən falan, alternativ qurursan ilə. Alternative to this assumption will be that the company claims it wrong and the juice packed have an average of less than 490. Okay, deyək ki, mən düşünürəm ki, şeydir. Ya şirkət, hipotezam budur ki, şirkət şey eləməyib də, şirkət dediyi məlumat səhvdir. Okay, claim it wrong. This is called the alternative hypothesis. Okay, formulate the average juice is in the pack is 490 mg or more than that. Deyir ki, bizim birinci hipotezimiz budur ki, yəni hipotezə sıfırdır, dəvlə, bizim hipotezimiz. O demək ki, yəni ki, bu ümumiyyətlə paketlərin həcmi 490 mg-dır və ya daha yuxarıdır. Okay? Alternativimiz də budur ki, 490 aşağıdır. Yəni şirkət atışdırıb, yəni düzgün məlumat verir. Prosta deyil. Another thing you assume is that the chance of the juice in the box is 490 mg azdır. By random is 95%. 95% ihtimalle belli şey 490 azdır. Okay. This means the chance of that the company didn't indulge in any wrong activity and provided an average of nəysə bir sözün demək istəyir ki, şirkət ümumiyyətlə baxıbdır, düz məlumat verir. 490 average 490 yazdı, amma 5% buffer point-dən qoyubdur, 95% probability ilə qoyubdur. Yəni ki, bu adamda demişdi axı 490-da 10 qramda şey, 10 mg-da fərq eləyə bilər, standard deviation-dır. Amma bunda 2 qramda az olur, baxın. 10 olanda ən aşağı düşür görəcəm. 480-500 arası olur da normalda, standard deviation 10 olduğuna görə. Amma deyək ki, 95% ehtimal. O 5% ehtimal ki, ondan biraz aşağı ola bilər, onun yuxarı ola bilər falan böyle, 5-dən yuxarı ola bilər. Və ya ki, 480-dən aşağı ola bilər. Bunun aldığı 478 düşüb o 5% içinə də. This 5% is called the level of significance. Alpha, nədir də bu? It signifies that the chance of something happening randomly is 5%, like lesser than 5%. Okay? All this. In other words, it determines whether the observed result is statistically significant or likely to have occurred by chance. Bence okey yani. Bak görürsünüz. Deyir ki, bak bu düz teori bu xətvari bir rezina toçkal şeydə nə deyirsən Azərbaycanda? Qraf xətlərdə. Qraf xətlər bunu göstərir ki, bu rejection zone'dur. Bilirsiniz bundan. Ya bundan aşağı olan rejection əməliyyatı, bundan bu tərəf olanı non-rejection əməliyyatı. Okay. Yəni 85%, 95% bu içinə düşəcək, 5% bu içinə düşəcək. Bu rəhləmiş hissəyə düşəcək. Now to formulate this hypothesis, you also assume that the data is normally distributed. Bu normal distribution şeydə, formatı daxil.
Bence gəlir də. Now we have anything we require. The next step is simple. We just have to find the probability chance that the juice is 485 mg in average. Okay. As population mean is known, we can calculate the probability of using Z statistik. Yəni gəlir bu Z statistik. O vaxt keçmişdik biz. Z statistik nədir? Sample mean çıxırsın population mean. Bölünsün population standard deviation. Şeydir. Standard square of n. Nəysə. Biz bilirik ki, bizim ümumiyyətlə sample minimizi bilirik. 40 dənlik. 40 da götürmüşdür axı. Sample mini 485 yerdir. Population minə şirkət deyir ki, 490-dır. Bölünsün 10. Bizim standard deviation'ımız 10 demişdik population'ın. Population standard deviation demişdik 10'dur. Square root of 40. Square root of n var probability. Bu da sample size'dır da. Sample size'dır. Sabiri mənfi 3.16. This means that the sample mean is 3.16 standard deviation below the population mean. Görürüz. Bu nə deməkdir? Mənfi 3.16. Mənfi olduğuna görə müsbət olanda demək population meanindən yuxarıdır, mənfi olanda aşağıdır. Okay? Yəni deyir ki, sample meanimiz population meanindən 3.16 qədər azdır yəni. Əslində. Statistikə görə. Okay? Yəni niyə görə? Bax, fikir versəniz, burada demişdik, population sample mean 0.85-dir. Amma bir dənə case üçündə ümumi biz baxana görürük ki, ümumiyə baxanda statistikə görə любой random sample seçsən, ortalaması, minin ortalaması, yerin ortalaması, population sample ortalaması 3.16 qədər aşağı olacaq sample ortalamasından. 95% ehtimallı. Okay? Anladınız? İzah bilərsən. Z statistik ona göstərir ki, population yox, sample meanimiz əgər mənfidirsə, sample meanimiz population meanimizdən, yəni standard deviation nə qədər fərqləndiyi göstərir. Okay. Hər zaman любой sample'da. Now we have learned during the big statistics for the data science that 95% data is lied within 2 standard deviation. Yəni 2 standard deviation fərqli. This means that this point is below 95% and it has probability aşağıda 5% aşağıdır. Hence we can say that it does not happen to random and there is something fishy about the company. Yəni görünür ki, bir şey random deyil də, bu 3.16 qədər aşağı olması bütün любой sample'ları. Yəni sample'ın 95% ehtimalla hər bir sample'ımızın ortalaması population ortalamasından 3.6 qədər aşağı olacaq. Demək, şirkət nəsə orada bir ibnəlik var yəni. Belə deyək. İbnəlik. Gitməlisiniz. Buyur. Amma baxarsından yükləyəcəm bu günlərimi inşallah. Fıratma. Çünki önəmli. Fıratma, amma baxarsan ki, birinci gün davam edəcək orada. Sağ olun. Bir hareket ediyorlar. Yani yürümek var. Another important topic is p-value. Post ne bu kadar şey veriyoruz ve saat verirsiniz de yani. Ne yapayım? Kan görmüyoruz değil mi? Ondan şey yapmışlar. Bilmiyorum ne yazmıştı. Now ya şey yokuydu. Adı etmez telefonları. Efsane var. Efsane de. Şahane efsane. Şahane sebep yoktu. Diye xanım yazmışdı mənə.
Okay, we can find this probability using the Z table. Mesela bunu bura girmək dəyməz. Biz null hipotezdən ne olur burada? Deyirik ki, bax, bizim birlikdə Z skorumuz -3.6 idi da. Significance level of 5. Alfa var, alfa 5'dir. Corresponding value is təxmini 99.9%'dir. Şeydən gəlir. Deyim, bu yəni 5%'dir. Mən Z table-ə baxanda görür ki 3.16, -3.16 Z table diye bir şey var. Buradan ki baxmaq olur. Bilir Z table. Yəni ona baxıb təxmin hansı şeyə düşür, neçə faiz ehtimalla doğru olub olmadan baxırıq da biz belə baxanda. Bilir. Buna baxanda buradan baxıb bilmək olar yəni. İnternetimiz çox güclü olduğuna görə. Neyse, özünüz baxarsınız, klik baxarsınız buna. Hepsindən paylaşacağım şunu. Oradan çıxır budur ki, p-value happily, p-value 0.08'e düşür. Less than significance level of 5. O zaman nə qalır? Hence we can reject null hypothesis. Yəni alternativ qəbul olunur. Yəni 5-dən az olanda null hypothesiyamız qəbul olunmur, reject olur. 5-də bizim temamız nə ki, null hypothesiyanı reject eləmək. Bax, hypothesis testing eləməkdir. Hypothesis testing null hipotezyanı, yəni bizim nullumuz yox idi, bax, bizim null hipoteziyamız var idi. Bunu reject eləmək. Ya da ki, ya reject elədik, ya da bizim əlimizdə yetərli kanıt yoxdur ki, reject eləyək. Yetərli kanıt olub reject eləməyəndə, o deməkdir ki, bu şey doğrudur. Əlimizdə sübut yoxdur. Amma burada biz əlimizdə sübut var ki, özü 0.5-dən aşağıdır, 0.05-dən aşağıdır. Yəni, biz bunu reject eləyirik, o zaman biz bunu qəbul edirik. Bilirsiniz? Yəni, şirkət yalan atıbdır. Əslən qalsa, həqiqətən də ortalaması 490 deyil, azdır. Okay? Important terminoloji demişik, hypothesis testing üçün. Type 1 error var, type 2 error var. Okay? Type 1 error nədir? Type rejection of null hypothesis və it should not have been rejected. Bax, rejection of null hypothesis və it should not be rejected. Nə deməkdir bu? Anlayan var. Bax, bizim var idi, null hipotezis var, alternatif hipotezis var. Və biz deyək ki, type 1 error, iki error tipi var. Type 1 error deyək ki, biz reject edib null hipoteziyəni. Əslən qalsa, reject eləməməliydik. Yanlış eləmişik, səhv eləmişik. Error nə bir səhv deməkdə? Bir səhv olur, hansı ki, null hipoteziya reject olubdur, hansı ki, olmamalıymış. Bunda olanda bizim mesela probabilitimiz errorumuz alfa olanda alfa probability errorudur. Significance level of 0.5% significance var. Type 2 errorda hypothesis test fails to reject null hypothesis, that is false. This is the probability of type 2 error. Yani ikinci error budur ki, iki error tipi var da. Bizim temamız alternatif null hipotezlərdir. Null hipotezimiz bizim önəmlidir. Null hipotezimiz dediyim kimi ya reject olur, ya ki fail to reject olur. Deyək ki, əgər biz bunu reject eləsək, null hipotezdən reject eləsək, hansı reject olmamalıydı? Reject deyilik, amma olmamalıydı. Onu deyək, type 1 error deyilər. Type 2 error deyilər ki, reject olmayıb, hansı reject olmalıydı? Bax, bunu hangiyə çıxa bilir? Deyək ki, xərçə xəstəsidir. Bizim belə bir şeyimiz var ki, bax, əlimizə case gəlibdir. Baxırıq ki, bu adam şey çıxarır, informasiya çıxardır, xəstələr raportu alıb. Biz deyirik ki, sən xəstə deyilsən, xərçə xəstəsi deyilsən. Amma əslində qalsa eləymiş. Problem da deməyəndə ki, sən xərçə xəstəsi deyilsən, sən xərçə xəstəsi, xərçə xəstəsisən, amma xəstəsi deyilsən deyib də,
səhv məlumat verib də. Amma əgər xəstəsi olsa, bu adam getdi də, yəni Allah üzərləsin. İkinci period deyir ki, daha yumşaqdır da. Deyil əslində qalsa, səhv məlumat verir, informasiya qoyur, deyir ki, xəstəsən. Maksimum bir zaman sonra deyir ki, dərsdə deyilsən də, çıxar edək ki, də var deyə. Bu daha normal şeydir yəni. Təbii error ağır errordur məsələn üçün ona görə. P-value is the actual risk of bir şeydən anlayabiliriz də, yəni ki, null hipoteziyamız reject olmamalı olduğu halda oldusa, buna deyilir type error. Ya olduğu halda failed reject olursa, buna deyilir ki, type error. P-value it is the actual risk level calculated from the data. Okay, P-value is actual risk level. Risk calculated from the data. Okay, P-value provides information on the probability of the observation given that the null hypothesis is correct. Bizim P-value fərqi bunda budur. P probability funksiyondur, amma biz P-value demək, P-value deməkdir ki, bizim null hipoteziyamız qəbul olur. Null hipoteziyamızın o düzgün olduğu faiz nisbətidir. Bunu bilək. P-value is less than 0.05 is considered statistically significant. Yani okeydir yani. It indicates strong evidence against the null hypothesis. As there is less than 0.05, probably that the null is correct. Okay. Confidence level. Confidence level'de biz de onu bilirik də. Buffer point. Confidence intervalı ki, bu confidence level'in şeydir yani. Dedim, o deyil 95%'nin hansı aralığa düşür? Aralığa məsələsi. Confidence interval is calculated as bu nədir? Bu şeydə ümumi şeyin deyir sonra sample'ın ortalaması. Bir ortalama çıxarsın Z. Where is the sample mean? Z is a critical test statistics. Z statistik var deyil, Z statistics. Biz de tapmışdık biz burada sample 485 idi. 3.15 16 ilə fərqi vardı bu orada yəni. Bu da ki işte standard deviation. Bir de sample standard deviation belə idi. Bu bir işarə var ya. And the n is a sample size. Okay. Bak görürsünüz, gəlin burada bax burada şəklin izahı var. But decision var, reality. But decision, reality. Decision budur. Reject H2, failed reject H2. H0'dadır. H0 nədir? Null hypothesis. Sonra true value var. H2 true, yəni o H2 olması şundan rejectdir. H2 olmaması should rejectdir. Okay? Yes and no kimi, true false kimi. Type 1 error odur ki, bax reject, bax decision bu ki reject olsun. Həqiqətən reject olubdur. Bilin, şundan reject. İkincide ki, deyir ki, failed fail and şeydir. Should fail deyir də. Nəsə. Correct decisionlar var. Correct decision nədir? Fail to reject. Yəni null hypothesis qəbul olundu. Eyni zamanda əsl həyatda ki, şunlar reject də, yəni. Bilin, şunlar reject eyni şeydir. Yəni ki, rejection olmalı, deyir ki, should reject deyirdi. Bilin. Bu ikisi bu eynidir. Bu nə deyir? Deyir ki, null hypothesis reject olsa alternativ seçilməlidir. Burada deyir ki, əksində deyir ki, reject olmalıdır da, belə baxında. Reject olmamalıdır. Null hypothesis doğrudur. O zaman yəni ikisi də birbirine konfliktdir da, belə bax, kəsilmir də bu sözlə. Okay. Anladınız yəni bu hissəni? Anladın? Logistic regression. Deməli, logistic regression is a population statistical model used for binary classification. Binary classification. Binary classification nədir? Binary classification nədir? 0-1. Binary də, binary sözündən gəlir də. İnternet kompüterdə 0-1 neyse, binary yəni. It's used to predict the probability that the observation belongs to one or two possible chances. Okay? One of two possible chances. 0-1 da. Some examples of binary classification are
email, spam or not spam. Online transaction, fraudulent or not fraudulent. Birlikdə fraudulent var. Yəni fraudulent deməkdir, bank bu ödəmə olubdur, səndən mi çıxıbdır, yoxsa səndən çıxmayıbdır? Yəni kimsə hansısa bir şey mi var, yəni orada bir işləmdilər arxada, kimsə pul oğramağa mı çalışır falan belə. So, tumor var, malignant var, non-malignant var. Tumorun malignant odur ki, özü yetişmişdir, non-malignant yetişməmişdir. Bilirsiniz? Bəlkə benign deyirlər bir də. Non-malignant deyə bir söz yoxdur əslində qalsa. Benign var, malignant benign. Prosto indi nəsə belə yazmışlar. In all of those samples, the variable that we are trying to predict is variable y that takes two values, either 0 or 1. We can also call those as negative class or positive class. Neyse. Ne deməkdir? Bu negative class odur ki, ya bir şey olmaması da pozitif olması. Sən yes no ola bilər. Çünki binary deyəndə tək o 0-1 demək deyil. Pozitiv axırda biz 0-1 nə əvəzləyir hamısını ki, daha model işləyə bilsin deyə. Problem with linear regression. Var, linear regressionda olan sıxıntılarımız var əslində qalsa. Bəzi problemlər var ki, lineardan ölə bilmir. Deyək, linear regressiyanın biz tümörün olub-olmamasına baxmaq istəyirik. Tümörün olub-olmamasını linear regressiona eləmək istəyirik. Mümkün olmayacaq. Denəyək. Yəni, linear model qura bilmərik. Öncə biz classification modellər, fərqli linear modellərlə. Let's understand this with an example. We have tumor size as independent variable. And based on tumor size, we need to predict whether the tumor is malignant or not. Okay? Beləmək. Bax, görürük ki, bizim iki tip var da, bax, belə dəfələrdə. Bəli, bizim şeylərimiz var. Noladır, yetkilərdir. Bu da bizim linearımız. Düzgün deyil abi. Yaşı fit olmayacaq. Çünki bizdə o tip bir problem var. Orada heç bir şey yox. Bizim heç bir informasiyamız yox. Heç bir data pointimiz yox. Bax, göz videolar var buradan məsələdə. Bizim videolar bayağı biliyorlar. Yəni, okey, ən yaxşı çəkmələri niyə məntiqsiz olacaq? Öyle yaxşı bir şey deyil. Göstərici deyil. Öyle bilsin mi mesela? Ben bir bırakıyorum. Tamam, okey. Bir bırakıyorum. Deyək ki, in the above image, the malignant tumor gets 1 and non-malignant ones gets 0. While you can see the green line, yaxşı xat görürsünüz ki, our best fit line, hypothesis HX deyirlər, məsələn, ad verirlər. To make predictions, we may say that for any given tumor size X, if H gets bigger than 0.5, the prediction that is malignant tumor, otherwise we predict a non-malignant tumor. Yəni, bura düşərsə, 0.5-dən düşərsə, probability. Demiş, məsələn, biz model qurmuşuq. Model göstərir ki, bir şeyin, bax, deyək, bu şəxs A-nın malignant olması, tumor size-in malignant olması 0.5-dən yuxarısı, 51-dir, məsələn, probability. O zaman biz deyək ki, ona şeydir. Yəni, ancaq biz belə baxanda yes no düşməlidir da, belə. 50% yuxarısı olarsa yes olacaq, 50% olacaq. Öyle olacaq. Bilir? So, it looks like the line has predicted every sample correctly so far. Let's add few more data points with large tumor size, perform linear regression. Bax, belə bir şey də ola bilər. Bax, belə bir datamız da ola bilər. Deyək ki, bir dənəsi var, şeyi çox böyükdür. Deyək, tumor size böyükdür. Elə. O zaman bura düşürdür və tumor size-ni bura düşürdür. Arada çox bayağı bir gap var, fikir verirsiniz. Now, our earlier rule of H being malignant tumor does not work anymore. To keep making correct predictions, we need to change it. Happens to another tumor. We cannot change any hypothesis every time a few samples arise. Instead of, we should learn it if. Okay, nə deməkdir bu? Bax,
Biz bura gələndə yes no olmalı daxil. Hamısı da. Biz görürük ki, bizim linear datamız belədir. Özü bu hissə yoxdur. 0,5-dən artıq düşmədə. 0,5-dən aşağı olanda malignant sayılır da. Non-malignant sayılır. Bilir? Diğeri malignant sayılır. 0,5 üstü olanda. Biz bunu görürük ki, okey, biz əslində bizim bu data pointlərimiz yoxdur. Bax, bu data pointlərimiz. Buna 0,5 yoxdur, bayağı bir fərq eləyir əslində qalsa. Bilin, 0,2 qoymaq lazımdır ki, bərabər olsun. Sən modeldə heç vaxt elə bilmədən, hipotezəni həmişə dəyişə bilməzsən. Bir dənə hipotezimiz olacaq, onu davam eləməli. Hər bir modelin bir dənə hipoteziyası olur. İkinci və daha artıq ola bilməz, yəni mümkün deyil. Yəni biz nə demək istəyirik ki, biz hər bir linear modelinə belə bu tip məsələ həll edə bilmərik. Mən çünki düz xətlə olanda probability şey düşünür, düzgün gəlmir yəni. Sonra logistic regression modelləri var. All of the problems mentioned above are tackled by the logistic regression. Logistic regression model, instead of creating the best fit line, courses the output of the linear function to fall between 0 and 1. Deyir ki, okey, yəni bizdə bu birisində ümumiyyətlə categorical classification modellərində biz görürük ki, 0 and var, probability 0 and 1 olacaq da ki, probability outcome. Amma linear regression modellərində 0 ilə bir araya dəyişir əslində qalsa probability. Bilirsiniz? 0 ilə bir arası, 0 və 1 yox, 0 ilə bir arası regressionlarda. Logistic regression, we want our hypothesis to be between the 0 ilə bir aralığı. İkidə daxil olmaqla. Here is a probability of a given 6. Boş ver. Gəl sigmoid deyə bir şey var əlimizdə. Sigmoidin nə olduğuna baxaq. Niyə biz sigmoidi gəlsə çox görəcəyik onsuz da bir sigmoidi. Şeyə gələndə, deep learning-ə gələndə inşallah deep learning-ə çox məlumat görəcəyik. So in order to change the prediction values to probabilities, we are going to use the sigmoid function. Bax, in order to change the predicted values to our probabilities. Predicted values to probability. Bilin, probability value var ya, predicted value. Biz nə tapacağıq? Biz madde var bizim əlimizdə. Test datasımızda. Test datamız var. Test datamızdan bizim predictionlarımız çıxdı. Bu predictionları probability'yə çevirmək üçün neçə faiz ehtimalla? Bilin, bax predictionlarımız olur. Bax, bir şey prediction olur. Baxın, deyək, xərkə olmasın prediction. Deyək ki, biz tapdıq yes. Elə, bu yesin neçə faizlə yes olduğunu tapmaq üçün bir funksiyadan istifadə olur. Bilin? It takes any real value and squeezes the output array between. Neyse, sigmoid function belə bir funksiyadır. Çox dərin etməyə ehtiyac yoxdur. Yəni, anlamaya ehtiyac yoxdur. Sigmoid function, activation function vaxtı gələcək öyrənəcək daha çox. Çox görəsiniz. Neyse, 0 ilə 1 aralığı dəyişir sigmoid function. Bildiniz? 0 ilə 1 aralığı. Let's calculate the hypothesis. Neyse, boş ver, buralara girməyə dəyməz. Buralar özünüz sonra oxumaq istəyirsiniz. Yəni, əhəmiyyətli deyil. Bildiniz mi? Riyaziyyat səbəb, çalışıyorlar. Prosta qalsın oradakı lazım olar sabah sizə. Advantage var. Advantage and disadvantage. Advantage var. Logistic regression. The logistic regression is one of the simplest machine learning algorithm and is easy to implement. Okay. Yes, it provides great training efficiency in some cases. Also, due to reasons, training a model with the algorithms does not require a high computation power. Yəni demək bu ki, regression modellər çox asan modellərdir. Güclü sən deyənə şey lazımdır. Computational power lazımdır. Logistic regression works well for classes where the dataset is clearly separable. Yəni, clearly separable. Biliriz. It's possible to draw a straight line. Sən nə görə? Bəzi datalar var ki, hissə baxın. Bax. Bunu görsən, bunu rahatlı 2 hissəyə bölə bilirsən də, bunu. Elə, bunu rahatlı 2 hissəyə bölə bilmirsən. Düz xətlə.
3 hissəyə bölmüş olur. Bu belə bir şey. Məntiqə baxanda 3 hissəyə bölünmüş olur. Deyir ki, logistik regression ancaq linearly separable datalar üçündür. Yəni bir-birinə aralanır, amma yenə də iki klass halında qalan datalar. Bilirsiniz, ona deyirlər şeydir, linear regressiya deyirlər. Bir dənə xətlə uyğunluq göstərə bilən data bəzələri deyirlər. But you say, but a data set is said to be clearly separable if it's possible to draw a straight line that can separate two classes of the data from each other. Okay? Logistic regression is used when your y variable can take only two values. Bax, iki value ola bilər. Logistic regression. Logistic regression ancaq bizim outcome'ımız iki value'dən ibarət olur. Sıfırdan birdən. If the data is clearly separable, this algorithm is efficient way to classify it into two separable classes. Bilirsiniz, bir sözlə, ancaq iki dənə outcome varsa, o zaman okeydir yəni. Assumption. Binary statistics regression requires the dataset variable categorical and binary. Binary logistik regression əlbəttə. Yəni bizim dependent variable'ımız binary olacaq, discrete olacaq. Logistic regression requires the observation to be independent of each other. Bax, logistic regression requires the observations to be independent of each other. Yəni bütün observation hamısı bir-birinə əlaqəsizdir. Eyni ola bilər, oxşar ola bilər, amma bir-birinə əlaqəsi yoxdur da, yəni şeylərdir bilər. Bir opsin asılı deyil yəni. In other words, the observation should not come from repeated measurements or matched data. Okay? Anladınız? Yəni eyni datadan gəlməyəcək də belə. Mən deyək, dataset götürdüm əlavə də bir dənə observation ilə verirəm. Bu observation mənim bütün datasetin içində olmamalıdır. Ayrıca özünüz case olmalıdır. Logistic regressions requires there to be little or no multiplicity among the independent variable. Bax, logistic regression deyir ki, multiplicity olmamalıdır. Onun linear regression'ı tapmışıq da biz belə baxın, keçən dəfə. Var idi, iki gün qabaq işləyirdik o. This means that the independent variable should not be too highly correlated with each other. Yəni iki dənə demişək, correlation metrik vardı. İki dənə independent feature'lər. Feature'lər bir-birindən korrelasiyası çox olmamalıdır. Okay? Anlaşılır? Üzülü sayın. Çox şeyəm yəni. Aşım yatmışam bizdə. Məncə ara verək, bu biraz uzundur. Bu məsələyə girəcəyik. Bir 15 dəqiqə ara verək, sonra gəlik. Support vector machine. Qəşəng yerə gəldik. Support vector machine məsələn üçün bir şeydir. Classification modelidir. Ən çox istifadə olunan classification modellərindən biridir yəni. Onun üçün classification modelləri içində iki dənə model var əsas. Biri K-NN'dir. Var deyə convolution, şeydə K-NN hələ şeydir. K-NN sözü nə idi? K-NN modeli var deyə vaxt işləmişdi. K-NN deyirlərdi onun üstə. Açıq olmalı, göstərməsi, nəsə. Bir də support vector SVM var. SVM support vector machine. Buna qədər danışacaq, qəşəng modeldir. Görək. 5 dəqiqə
Hard margin nədir? Hard margin method, a decision boundary makes sure that orada da ümumiyyətlə gəlmə başdan bilən şeylə olmadı. Yəni ki, şeydir, support vector machine nə edir? Ümumiyyətlə data pointlər arasında olan ən yaxşı optimal xətti tapmağa çalışır. O xətdən separation olacaq bir sözlə. Bu separationda da olan xəttlər çox ola bilər. Biz bunu optimalını tapmaq üçün şey dedik də, məsələn, tema budur. Eləmək ki, şey eləməli, bu margin yoxdur. Margin nədir? Həmin çəkdiyimiz bu vektor, support vektor machine deyirik də, support vektoru, bax vektor dediyimiz bax bu qara olan, onlar şey arasında bu support vektorlar arasında, support vektorlardakı xəttə ən yaxın data pointlərdir. Hər bir şey üçün, klass üçün, hər bir klass üçün ən yaxın olandır. Onlar arasında məsafədə margin deyirik biz. Biz margin maksimum tapmağa çalışırıq. Maksimum margin tapmağa çalışırıq. Marginlər iki hissəyə bölünür. Hard margin, soft margin deyə. Hard margin method decision boundary makes sure that all of the points are classified correctly. Və hard margin nə deyirlər? Deyə bir margindir ki, margin ortalamada belə baxanda xəttin şeydə, o çəkdiyimiz xətt iki dənə klassımız iki tamamilə bir-birinə ayrılıbdır. Yəni this means that the classifier is not going to make any room for error in the training data. Yəni training datamız heç bir problem ola bilməz. Elə bir xətt çəkilibdir. Support vektor üzəri ki, iki dənə klassı ikisini ayrıca bölübdür. Yəni ortama kəsən yoxdur yəni. Okay. This may also reduce the size of the margin to accomplish this. Repeating the work purpose of the using SVM, this method is also cost sensitive to outliers. Yəni ki, bax hard margin nədir? Görürsünüz, xətt çəkilibdir. Hər biri bir-birinə ayrılıb və heç bir data kəşsən yoxdur yəni. Soft marginə baxırıq, kəşsən var, amma şeylər var, nə deyirsən, bəzi bir-iki sənə datamız var ki, yanlış vurulub da belə baxanda. Okay, bu nə soft margin? Soft marginin şeyi balaca olur, yəni margin mövzu. Hard margin böyük olur. Bu data pointləri əlavə eləyəndə çox məsafə çoxdur əslində qalacaq. Burada o qədər də yox. Okay. So soft margin. As most real-world data is not fully linearly separable, we should always allow some margin violation or misclassification of the samples to occur in our margin. This is called the soft margin method of classification. The idea to keep the margin as wide as possible, it tries to balance the trade-off between finding a line that maximizes the margin as well as minimize the classification. The soft method is robust to outlier and generalized well on unseen data. Deməli tema nədir? Ümumiyyətlə, niyə biz fikir versək, biz hard margin daha çox sevirik də biz. Çünki heç bir misclassification yoxdur. Amma hard margin nəyə çıxıra bilərsiniz ki? Sizcə hard margin problemi nə ola bilər? Nə ola bilər problem? Hard marginlə bizim modelimiz train oldu da. Hard margin problemi nə ola bilər? Çünki hard margin nədir? Too good to be true. Elə bir dünya var. Yoxdur da. Yəni normal datamızda çox margin olacaq. Çünki ola bilər ki, bəziləri hiss olsun yəni. Çox yaxındır, amma deyil. Normal insan deyək də, insanlar kateqoriyaya bölmək olar, amma bəzən insan ki, bəzi şeylər var ki, bu xüsusiyyət o başqa kateqoriyadan insana da aiddir, yəni eyni zamanda. Okay. Deyək ki, məsələn üçün, nə idi? Ən çox şey, bürclər deyilir, bürclər. Elə bürclər var ki, qoç bürcdür, amma buğa deyə bürc var. Mən bilmirəm tam bürcləri. Deyək, məsələn, qoçla buğa eynidir, yoxsa yox? Deyək tərəzi bürcdən qoç bürcə, həmi? Tərəzi bürcün bəzi xüsusiyyətləri var ki, qoç bürcünə aiddir əslində qalsa. Bilir? Bu da məsələn adi bir şey. Ən xədə sampl kimi deyirəm də belə. Onun ki, həmsə buffer qurmaq kimi bir şeydir. Soft margin bu deyir ki, yəni ki, okeydir, bəzən ola bilər ki, olsun. Amma soft margin yaxşı bir tərəf budur ki, model generalized olub deyə test datamızda yaxşına çevirəcək də belə baxanda. Unseen data olsa, tamamən. Non-linear SVM var, non-linear SVM'lər də var. So far data have been seen linearly separable. But what if it's not? Bax,
Bizdə indi bax bu format görmüşdük da. Bir dənə xətt çəkmə olur. Ortasına eləmi? Bizim belə datamız ola bilər. One dimensional data. Buraxılmış şeydir. Bax, buna hansı xətt, harada xətt çəkmə olar? Elə bilmərsən də burada. Çətindir, elə? Elə bilərsən? Yox. Burada elə bilərsən? Yox. Okay. İndi gələcək necə olur deyə, necə olacaq deyə baxaq görək necədir. Bu SPM nəqədir da bunun üçün. The second diagram above illustrates inseparable classes in one dimension and two dimension space. Okay. When it's difficult to separate non-linear classes, bax, buna deyirlər non-linear classifications. Non-linear. Linear deyil. Yəni, linear demək ki, biz xətdən ayırda bilir. Non-linear mümkün də olmayan deyirlər. We can apply the technique called the kernel trick that helps handle the data. Kernel trick diye bir şey var. Okay, kernel dimensional falan belə. Bax, biləlim, bax, one dimensional, bax, bu format olanı transformasiyaya bax, bu formada çevirir. Okay, kerneldən. Bax, kernel density function falan məsələ gəlsinizcə. In this above diagram, the data that has inseparable in one dimension got separated once it was transformed into two dimensions after applying the polynomial kernel of the second degree. Nəsələ baxmayın, amma belə yorumlar eləm olur da, belə baxanda bilir. Kernel funksiyonu eləyirlər, two dimensional çevrilib, bu format olur. Bunu sən çevirə bilirsən, eləyə bilirsən. Okay. Now let us see how similarly handle two-dimensional space. Bu necə handle edəcək? Bax, x-nə bax, y var, bax, bu cavabları da. Bunu x1 ilə x2 square götürübdür, bu formada çeviribdir. Okay. Yəni, funksiyanı apply edir, fikirə çevirir orada, onda. Yəni, bu formada çevirir. In two-dimensional data, the polynomial kernel of the second degree is applied by using the linear plane after transforming it into a higher dimensions. Yəni, bu adı bilməyənə ehtiyac yox idi falan da, bəzən ola bilirsən, tam bilmirsən, hansı yerə istifadə edərsən. Amma təxminən olur da, yəni, kernel içində özü avtomatik elə bilir, yəni, dəyərləndirə bilərsən. Kernel function, bax, kernel funksiyaları var. Orada iki dənə bizim kernel funksiyalarımız var. Bax, bu datanı buna çevirən, bu datanı buna çevirən iki dənə var bizdə səsən. Kernel functions can be regarded as a tuning parameter in SVM model. Tuning var deyə parameter tuning. Parameter, hər bir modelin özünün parametrləri var da. Parametrləri tünləməkdir. Uyğunlaşdırmaqda ən uyğunluqda, ən düzgünü tapmaq. They are possible for removing the computational requirement to achieve the higher dimensional vector space and deal with non-linear separable data. Let us discuss two of the most widely used kernel functions. Polynomial kernel function var, bir də radial basis function var. Okay? Function kernellər var. Yəni, bu iki dənə istifadə olacaq daha çox. SVM istifadə edəndə ən çox kernel istifadə edib datamızı formulaşdırmaq istəyirsənsə, ki, separable olsun. İki dənə kernel matriksi var ki, çox məşhurdur. Biri polynomialdır, biri radial basis functiondur. Okay? Alright. So, polynomial kernel nə oldu? Polynomial function is used with a degree k to separate the nonlinear data by transforming it into higher dimensions. Higher dimension çevirir. Bildin? Bir dimension daha yukarı çıxarır. Take a look at the following equation. Bax, fikir verdiysən. K nədir? Bax, fikir verdiysən K nədir? Buna demişdik ki, apply transform into higher dimension demişdik. Bax, buna qalmışdı. İkinci degree çevirmişdi. Bura K2'dir. Bildi? Amma K həmişə 2 olmadı. 2 dəyişir də ola bilər də, baxanda. So, radial basis function budur. Radial basis function is a popular function used in support vector machine. It's a nonlinear kernel that can be used to map into data to a higher dimension space, where the data is more likely to linearly separable. Well. Hello. 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 Sen cebimde başlıyor. Sen başlayalım. Cevap verin.
Hə. RBF kernel is defined as follow. Neyse buna bilmənin çox ehtiyacı yoxdur. Bilin bu hissədə bu funksiya tərəflərini əhəmiyyət kəsb etmir. Onun üçün biz kod yazanda Pythonda sözdür. Yazılır, qutaya getdi. Bir sözünü izah edirsən. Siz konseptini anlamaq bilirsiniz. The gamma parameter control the size of the buna bilmək dəyməz yəni. Neyse bunu oxuyaq yenə. The gamma parameter controls the size of the radial basis function used to measure the similarity between pairs of the data points. When gamma is small, the RBF kernel has a wide range, okay, which results in a smoother decision boundary and broader decision region. This called the overfitting where the model is too small and cannot. Neyse boş versin. Conversely, when gamma is high, the result is a complete decision boundary with decision boundary close to around Neyse. The image below shows how decision boundaries change with different values of gamma. Bu əldəki gammamız bizim şeyədikcə, artdıqca, bax bunu deyək. Gammamız artdıqca, model daha çox overfit olur. Gamma nə qədər az olsa underfit olur. Bilir? Bunun içində gamma value var. Bax bu. Var ya, bax bu. Bilir? T model. Yəni ki, nə qədər artır, o qədər çox şeydir. Daha da spesifikləşir model. Onca da elə olmalıdır ki, nə too small olmalı, nə too big olmalı, tam ortaya bir şey olmalıdır. Fikir verir, bax gamma nədir? Gamma deyir ki, 0.8 olsun. 2.8, onda çözüb xətt keçmir. Əslən bizim data pointdə bunun içində bayağı var, amma tam olaraq detect elə bilmir. Fikir verirsiniz, under prediction da. Sonra gamma biraz böyüdübdür. İçindən doğru girir, daha çox götürə bilir. Bizim datamızı. Nə qədər böyüdəndə biraz daha girir. Biraz böyütdü. Gamma gəldi 11-ə çatdı, o bax. Too specific, bax bu hissəni götürdü. Bunu ayardan çıxartdı. Burada məsələn bu hissəni götürüb, bunu ayardan çıxarır. 3 şey bayağı yaxşıdır, amma too specificdir, bildiniz belə. Anlaya bilirsiniz, nə demək istəyirəm. As you observe, the decision boundary becomes more complex as gamma increases. This is because of the kernel is more sensitive to a difference in the input data when gamma is large. Yes. Note some of the following in the above plot. When gamma is very small, the model is too constrained and cannot capture the complexity and the shape of the data. Görmüşük biz bayaqları. The region of the influence of any selected support vector could include the whole training data. The resulting model will behave similar to a linear model with a set of hyperplane that separate the center of the high dimension of any pair of the two classes. Compare with the diagram and next. Neyse, bir sözlə yəni ki, uzun sözün qısası şeydir də, nə qədər çox azca linear model oxşur. Fikir versin nə gedir? Bax. Tam linear modeldir, amma linear model kimi şeydir. Linear model oxşur. Biz kəsdi, atdı, bu hissə bura düşür, bu hissə bura düşür. Linear model deyil, dəsən. For intermediate values of gamma. Intermediate values of gamma, it's the second plot that good model can be found. Intermediate fikir verirsiniz. Intermediate bax buralar sayılır, bax. Normaldır. Bilirsiniz? İkinci hissə. For large values of gamma, in the above plot, the radius of the area of the influence of the support vector only includes the support vector itself. Yəni nə qədər böyük olarsa, sırf support vektorun özünü götürür də, belə baxanda bildiniz, bu içəriyin götürür. Yəni ümumi hissəyə bölmür. Məsələn, bax fikir verirsiniz, bunu nə deyir? Bu hissə belə götürür də, amma burada fikir verirsiniz, ancaq bu içinə düşəni götürür. Bildiniz? Çox spesifikləşdirir. Yəni bunu qıranı düşən heç bir götürməyəcək. Nə testdə, nə də treningdə. Okay? Here are some tips for tuning the gamma parameter. Start with a small, but tiplər də var. Gammanı necə seçsən birinci? Gammanı özün dəyərləndirməlisən bu arada. Start with a small gamma value. Increase it until the model starts to overfit in a training data. Okay? Aşağıdan başlayırsan, yavaş trening edirsən, harada overfit olmaya başlayırsan, bunu dayandırırsan. Okay? Use cross validation to evaluate the performance of the model in the help of decision. Yəni, var cross validation çəkilir deyə biz
cross-val deyə. Orada necə orada çekilə bilərsən. Once you have found a value of gamma that works well, you can use that value to train the model. Yəni birini sən K value təyin eləməlisən. Ondan sonra SVM-i qura bilərsən. Okay? Advantage, disadvantage var. Demək, advantage, some of the advantage of the SVMs are they are flexible with respect to unstructured, structured, and semi-structured data. Okay? The kernel function is the complexity in almost any data point, that data type. Overfitting is not observed as often as other models. Bax, görürsən nə deyir? Deyir ki, SVM-də nə var? Unstructured data, structured, bütün data formatları üçün hamısı üçün işləyir SVM. Bilir? The kernel function is the complexity. Kernel quranda complexity yıxacaq. Niyə? Bax bu. Və complexity yadan şeydir. Complexity üzrə aradan bir çıxartma olur. Hər modeldə yoxdur. Overfitting is not observed as often as in other models. Yəni çox vaxt şey olmur yəni. Overfitting olmur. Çünki maha deyirsən ki, sən kernel qoyarsan, haraları çıxardasan falan belə. Bunu qaldırasan qalmanı, dünyanın o bir tərəfinə. Hamı bilir ki, önemli söyləmək, diqqət etmək lazımdır. Dispute those advantages also holds ki, disadvantagelər də var. Training time is more while computing a large dataset. Yəni ki, computation expensive bir modeldir. Computation expensive modeldir. Over interpretation is difficult because some of the black box approaches. Yəni bəzən amma bayağı iş var değil mi orada? Bilirsiniz, o model ona rahat bir şey deyil. Okay. Biraz çox məlumat yüklədim deyəsən sizə. Göstərin tər. Ama bir keçək, dərcəyə keçək. Başlayalım, bu SVM önemli funksiya, önemli bir modeldir. Məsələn, mən data scientist kimi birini işə alsam, 100% oradan bir sual gələcək. Kernel density'dən falan belə bir şeylər. Yəni, həmçə fikir istəyirəm, yəni kernel'ə baxsınız. 3 dənə əsas önəmli şey var. Modellər var da. Kernel'dir, linear regression, bir də şeydir, random forest. Okay, gəl bu decision tree'ni oxuyaq. 3-4 səhifəli bir şeydir. Sonra construction'da qalaq dayanarıq. Ona gəlib də salarıq. Birincindən başlayarıq. Olar belə bir şey? Bunun çox şey olmasını işləməyək də. Sonra decision trees deyirlər. Onda çox bir şey qalmır. 2 dənə dərs bitirəcək biz buranı inşallah. Onun üçün mövzularımızı işləyəcək, suallarımızı işləyəcək falan bir şeylər. Bir də bu həftə gibi bir dənə test tapşırıq verəcək. Amma alam ki, o tərəf şeylə işləyək. Bir yerdə işləyəcək sonra. Introduction to decision trees. Decision trees are tree-based models that help in making decisions in both regression and classification problems. Okay, demişlər. Biz regression üçün işləmişik. To make decisions, they use a hierarchical structure and they split the data into two smaller subsets. Okay, into smaller subsets. For example, suppose there is a data set with two independent variables x1 and x2. İki dənə fikir var, x1 and x2 var. And one dependent variable with two classes, red and green, are shown in the below image. Deməli, görürsünüz, burada deyir ki, bizim şey var, iki dənə independent variable'ımız var, iki dənə. O x1, x2'dur, happy planet bölüşü və demişik ki, şeydir, orada ancaq splitlər eləyir, qırmızı ilə ağını bölüşdürmüşük. Qırmızı ağını bölüşdürmüşük, happy separation'ı. Let's look at what decision tree looks like in this example. Bilir. Və deyim ki, x2 60'dan balacadırsa, yes, no. Yəni 60'dan balacadır mı? Yes, yoxsa no qoyuruq da. Ondan sonra keçir ikinciyə bölük. Bu 70'dan böyük balacadır mı? Bilir. Ya da ki, x1 desin 50'dən böyük balacadır mı? Başqa bir dənə bir şey eləmişik. Bilir, iki dənə faktorlar eləmişik, datanı bölüşdürürük. Falan belə gedir də. Yes, axıncıya kimi. Max step kimi. Decision tree will take a first split where
Mesela bunu izah edir də, biz bax, buranı izah edirik ki, necə baş veribdir. Yəni, birinci bunu götürür, sonra bölüşdür, iş böyük balaca, sonra da ikinci funksiya, ikinci şey götürür, ikinci independent variable götürür, ona görə bölüşdürməyə başlayır. Bir də sonra üçüncü, dördüncü, beşinci. Biz belə bir şey. For more decision trees, split the data based on different split methods. One of the most common used methods is entropy and information gain. Ümumiyyətlə, bu separationlar yoxdur, bizim bu separationlar. Bu separationları information gain və entropiyə görə dəyərləndirilir. Random bölünmə deyil, də list. The entropy is a measure of randomness or impurity contained in a dataset. Mathematically, it can be written as where the y is the target variable, p is the probability of the class I in the data. Neyse. Deməkdir ki, yəni ki, bax, entropi nədir? Bizim datalarımızın içərisində olan randomness-dir, random təxmin etdirmişsən, təxmin atılıb da, yəni ki, bir-birinə çox əlaqəsi olmayan datalardır, bilin, pointlərdir. Bir də impurity. Onlara dəyərlənir. Mesela, information gain is a measure of information gained by adding a feature or independent variable, or in other words, reduction in an impurity after adding a feature. Bax, deməkdir. Information gain nədir? Yəni, yeni bir independent variable atanda əlavə informasiya qazanır və o qazanmaq deməkdir? Impurity itirmək deməkdir. Yəni ki, entropinin azalması deməkdir. Bildiniz, belə bir şey deyil. We simply construct the entropy of y given x from the entropy of y to calculate the reduction of the impurity about given result. Boş veriblər. Matematikada nə deməkdir bu? Bax, hy nədir? Outcome. Hy xətt x nə deməkdir? Yəni, probability of şeyin, y-in olması hansı x-i də nəzər almaqdır. Bilir? Bundan bir nəsəqəndə informasiya gain olur. Bilir? Həqiqi value-dən impurity-ni çıxırsan. Impurity-ni çıxmaqla. Important terminologiya var burada. Root notu bilirsiniz də, başlanğıc. Branch and subtree. A part of an entire decision tree is called a branch or subtree. Bu. Subtree budur. Bax, bu hissə məsələn ki, bu bir subtree-dir. Bu bir subtree-dir. Bilirsiniz? Yəni, bax, bu var, bu. Bu, bunun subtree-sidir. Biz onu belə dəyərləndirik. So, splitting. Splitting-dəki o xəttlərdə buna bax, belə gedirik. Məsələn, 2 hissə, 5 hissə bölünür falan. So, decision node. Decision node nədir? A node that split into further subnodes. It simply terms every node is a decision tree except a leaf node. Yəni, bax, bunlar var ya. Budur. Bax, bu. Bunlar deyirlər şey. Decision nodları. Bilirsiniz? Oradan decision olur da. Leaflər yox ha. Leaf ən aşağıda yox. Ondan bir yuxarıda. Depth of the tree. Yox. Leaf and terminal node. Leaf and terminal da sonunculardır da belə. Decisionlar. Depth of a tree də ki, maksimum depth deməkdir. Bilirsiniz? Okay. Maksimum depth nədir məsələn burada? Bax. 1, 2, 3. Okay. Buraya bax. Görürsün. Həmşir. Ara bilək. Bu ilə bəsləyim. Onu çox qalmadı. 60-65% qutarmış.